Salam hörmətli müəllimlər, izləyicilər, xoş gördük sizlərin hər birinizi. Mən Yazgül Hacıyeva hal-hazırda sizlərlə metodika və pedaqogikadan müəllimlərin işə qəbulu və sertifikasiya üzrə qəbul tipli situasiya suallarını təqdim etmiş olacağam. Deməli, nəzərinizə çatdırmış olum ki, artıq Təhsil Nazirliyi tərəfindən və Təhsil İnstitutu tərəfindən 2026 çərçivə sənədi sizlər üçün təqdim edilmişdir. Və ümumiyyətlə nəzərinizə çatdırmış olum ki, müəllimlər, birinci növbədə istənilən bir situasiyanı işləmək üçün bizim oxuyub anlama bacarığımız lazımdır. Və mütləqdir ki, siz proqramı tam şəkildə bitirəndən sonra bu tip suallara baxasınız. Ümumiyyətlə çalışın ki, bu tip sualların müzakirəsinə daha çox diqqət ayırasınız. Çünki artıq özünüz də situasiyalara necə yanaşma ilə bağlı tam olaraq fikir sizlərdə formalaşmış olsun. Və nəzərinizə çatdırmış olum ki, sizlər üçün həm Telegram üzərindən kanalımız aktivləşmiş olur, eyni zamanda sizlər üçün sosial platformalarımızın hər birindən qəbul tipli suallar, gündəlik olaraq 5 və 10 sual arasında suallar sizə təqdim ediləcək. Eyni zamanda sizlər üçün növbəti günlərdə artıq sınaq sualları təqdim ediləcək. Metodika və pedaqogikadan. Sözsüz ki, MİQ üzrə suallar 20 sualdan ibarət olur, sertifikasiya üzrə isə 10 sual. Ümumiyyətlə, sizlərin hər biri bizim kanalımıza abunə olaraq suallardan yararlana bilərsiniz. Gəlin, sualın nömrə 1-ə tanış olaq. Müəllim iki şagird arasında konflikti həll etmək üçün sinif iclası keçirir. Deməli, nəzərinizə çatdırmış olum ki, iki şagird arasında konflikt olmuşdur və müəllim həmin konfliktin həlli ilə bağlı iclas keçirib. Və iclas zamanı atılan hansı addım səmərəli hesab edilir? Yəni, iclasın keçirilməsində müəllimin atdığı hansı addım səmərəli olmayacaq? Ona diqqət edirsiniz. Sözsüz ki, sinifin idarə olunması mövzusu ilə əlaqəli olan bir test tapşırığıdır. Gəlin, başlayaq variantları təhlil etməyə. Şagirdlərə hadisə ilə bağlı öz fikirlərini açıq şəkildə bildirməyə şərait yaratmaq. Sözsüz ki, biz bilirik ki, sinifin idarə edilməsində konflikt baş verəndə konfliktin həll edilməsi ilə bağlı tərəflər çıxış edir və o konflikt baş verən zaman digər yoldaşlar da rahat şəkildə fikirlərini ifadə etmiş olur. Deməli, hadisə ilə bağlı fikirlərini açıq şəkildə ifadə etməsinə şəraitin yaradılması doğru variantdır. Bizdən isə edilməyən istənilir. Şagirdlər arasında qarşılıqlı dinləmə və anlaşma mühiti formalaşdırmaq lazımdır. Əlbəttə ki, baş vermiş konfliktlə bağlı qarşılıqlı dinləmə və anlaşma mühiti, yəni düzgün bir mühitin formalaşdırılması önəmlidir. Müəllimin bir şagirdi müdafiə edib digərini qınaması. Ümumiyyətlə, müəllim şagirdi qınasın, mühakimə etsin. Bu kimi hallara yol verə bilmərik. Olmaz. Və digər bir şagirdi müdafiə etməsi, bu da yol verilməz bir haldır. Müəllim ümumiyyətlə məsələyə hər hansı bir qərəzli münasibət olaraq çıxış etməməlidir. Deməli, C səhvdir və B-ni demişdik ki, doğrudur. Müəllimin hadisədən sonra sinifdə empatiya və əməkdaşlıq mövzusunda müzakirə aparması. Niyə? Çünki hər hansısa bir konflikt baş verəndə, konflikt yaranan zaman empatiya isə özünü həmin şəxsin yerinə qoyulması və həmin şəxsin yerinə qoyaraq da birgə fəaliyyət və müzakirə aparmaq lazımdır ki, o konflikti aradan qaldırmış olaq. Deməli, bu da doğrudur. Şagirdlərə gələcəkdə oxşar halların qarşısına alınması üçün birgə qərar hazırlamağın təklif etməsi ki, yəni konflikt baş verərsə, belə bir hal olarsa, siz necə onu aradan qaldırmış olarsınız? Deməli, bu da doğrudur ki, növbəti bu kimi hallar baş verdikdə artıq şagirdlər tərəfindən bu halın aradan qaldırılması öz əksini tapsın. Deməli, diqqət edirik ki, sinifin idarə edilməsi ilə bağlı təqdim edilmiş mövzuda variantların hər birini təhlil edirik. Burada həm bizim mövcud biliyimizə dayanır, bir də verilmiş məzmunu tam olaraq açıqlamağımız lazımdır. Deməli, müəllimlər, siz bizim kanalımızda ağırlıq dərəcəsinə görə müxtəlif test tapşırıqları ilə tanış olacaqsınız. Bu ağırlıq dərəcəsində olan situasiyalar sizi qorxuzmasın. Tam diqqətli şəkildə izləmiş olun.